Elm və Təhsil Nazirinin müavini İdris İsayev aprelin 14-də Quba rayonuna səfər edib. Səfər çərçivəsində ümumi və ali təhsil müəssisələrinin pedaqoji heyəti ilə görüşüb. Daha sonra Quba Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüş keçirilib. Görüşdə çıxış edən İdris İsayev təhsil sahəsində baş verən dəyişikliklərə uyğunlaşmağın vacibliyini vurğulayıb. Bildirib ki, müasir dövrdə şagirdlərin yalnız biliklərinin deyil, həm də bacarıqlarının inkişafı təhsil strategiyalarının əsas prioritetlərindəndir. Görüş çərçivəsində təhsil sahəsindəki yeniliklər ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nazir müavini Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub. Məktəbdə tətbiq olunan STEAM, innovativ məktəb, peşə təmayüllü və icma əsaslı məktəbə qədər təhsil layihələri ilə tanışlıq zamanı ətraflı məlumat təqdim edilib. İdris İsayev məktəbdə SAF 2025 Sabahın alimləri müsabiqəsinin qalibləri ilə görüşüb. Şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib və peşə təmayüllü sinifdə təhsil alan şagirdlərlə söhbət aparıb. Məktəb rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Daha sonra nazir müavini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını ziyarət edib. Səfərin məqsədi regionlarda ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və pedaqoji kadr hazırlığının mövcud vəziyyətinin müzakirəsi olub. Səfər çərçivəsində vətəndaş qəbulu da keçirən nazir müavini müraciətləri dinləyib və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.